Excel'də hər sətirdən sonra yeni bir sətir əlavə etmək tələb olunur. Bu halda biz sətrin üzərində sağ düymə vurub, açılan kontekst menüdə insert əmrini verəndən sonra yeni bir sətir əlavə etmək olur. Lakin cədvəlimiz çox böyük olsa, bu müəyyən qədər vaxt aparacaq. Bir neçə saniyə müddətində bu əmri yerinə yetirmək olar. Onun haqqında danışmaq istəyirəm. İlk növbədə sətirləri nömrələyirik. Ondan sonra Ctrl-C kopyalayırıq və yenidən sonuncu sətirdən sonra Ctrl-V eləyib yapışdırırıq. Nömrələrini davam etdiririk. Bundan sonra Data Length tabından filtr əlavə edirik. Filtrə giririk. Birinci əmri kiçikdən böyüyə çeşidli əmrini seçirik. Bundan sonra hər sətirdən sonra yeni bir sətir əlavə olundu. İndi isə həmin sütunu silmək olar. Yəni bir neçə saniyə müddətində biz bu əmri yerinə yetirdik.